Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və cəmi müsəlmanların üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm və Allahdan arzum budur ki, Allah bizlərə tövfiqat versin. Hər birimiz Allahın təqvalı qullarından olaq inşallah. Değerli Müslümanlar, değerli dostlar, karşıdan gelen İslam dünyasının en büyük bayramlarından olan Qədirxum bayramı, vilayət bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm və Allahdan arzum budur ki, Rabbim bizləri Quran və Əhl-i Beytin yolunda sabit qədəm eləsin və Həzrət Mevla Əmir el-Möminin əleyhissalamın vilayətində sabit qədəm olanlardan eləsin inşallah. Qədirxum bayramı İslam dinində o qədər əzəmətli, o qədər mühüm bir bayramdır ki, Həzrəti Resulullah sallallahu aleyhi və alihi və səlləm buyurur ki, hər kim Qədirxum bayramının əzəmətini idrak edərək bir müsəlman qardaşına bir miqdar yemək yedizdirsə, bir ehsan versə, bir yaxşılıq eləsə, Allah təbarək və Teala o yaxşılığın müqabilində ona elə bir əzəmətli mükafat verər, sanki həmin o şəxs 124 min peyğəmbərin bir xidmətində olub və bir onların xeyir duasını almışdır. O qədər önəmli, o qədər əzəmətli bir bayramdır. 8-ci imamət səmasının ulduzu Həzrəti İmam Rıza əleyhissalam buyurur ki, hər kim Qədirxum bayramının haqqını, Qədirxum gününün haqqını idrak edərsə və Qədirxum bayramının təbliği üçün, inkişafı üçün əlindən gələni eləyə, həmin o günü bayram kimi qeyd eləyə, buyurur ki, Allahın mələkləri gündə 10 dəfə ona nazil olar və onun üçün Allahdan bağışlanmaq diləyərlər və onun üçün xeyir, bərəkət diləyərlər Allahdan. Allahdan arzum budur ki, Allah bizləri bu əzəmətli günün haqqını idrak edənlərdən qərar versin inşallah.